Canan kimdir? Canan 5 yaşında uşaqdır. Bütün qayğıları, bütün problemləri, bütün dərdləri öz ürəyində çəkən, güclü olan və hər kəsə güclü görsənən bir xanım. Nə qədər yaxınlarımdan, dost bildiklərimdən aldığım zərbəyə görə artıq bugün deyirəm ki, Tural tənha biridir. Xanım olaraq xeyr. Xoşbəxt xanım deyiləm. Show biznesdə şişirdilmiş ulduzlar varmı? Mən buna belə cavab vermək istəyirəm ki, şişirdilmiş ulduzlar var idi. Trend pulla olanda. Bu sənətdə kiminsə həyat yoldaşımdan övlad dünyaya gətirmərəm. Hansısa bir müğənninin yoldaşı ilə, sevgilisi ilə bir yerdə olmaram. Necə ki, bəziləri bunu eləyir və özlərini mələk kimi göstərirlər. Münasibətinizin sonlanmasına səbəb nələr oldu? Əlbəttə bunu saxla. Saat 03:43-dür. Bilirsən də hardan gəlirəm. Bura girəndə sənə dedim ki, o suallara dəymə də. İndi düzgünlükdür bu. Bu düzgün eləyirsən bunu. Düzdür, amma bilirsiniz nədir, bizim işimiz budur. Yox, sən kameranı bir dəqiqə saxla. Yox, dur bir dəqiqə deyən. Bu nə sualdı verirsən? Bayaqdan 15 dənə sual vermisən, qardaş, sənə cavab vermişəm, düzdür? Bildiyimi təşəkkür edirəm. Yox, mənə maraqlı, sənə maraqlıdır, çəkməyə qıraqda soruş, mən sənə cavab verirəm. Yox, təkcə mənim deyil, dedim axı təkcə mənim deyil, mənə də maraqlıdır. Sizi sevən hərə öz həyat getsin, maraqlıdır. öz başını öz həyatına soxsun. Yəni hər kəsin maraqlıdır yəni. İzləyicilərə maraqlıdır, məncə belə etməyin. Bəsdirin də, belə şey olar. Niyə belə edirsiniz ki siz? İlk sualım belədir ki, Canan kimdir? Canan 5 yaşında uşaqdır. Bütün qayğıları, bütün problemləri, bütün dərdləri öz ürəyində çəkən, güclü olan və hər kəsə güclü görsənən bir xanımdır. Tural kimdir? Tural tənha biridir. Maraqlıdır, niyə tənha biri? Bu günə qədər yaxınlarımdan, dost bildiklərimdən aldığım zərbəyə görə artıq bugün deyirəm ki, Tural tənha biridir. Canan xanım, ikinci sualımız sizə belədir ki, uşaqkən onda bilmədiyiniz bir an. Uşaqkən elə bir travmam olmayıb, elə bir acınacaqlı bir günüm olmayıb, amma belə yumor olaraq deyim, yıxılmışam, başım dəyib, divara travmam ondan qalıb. Maraqlıdır, gənc müğənnilər üçün bu sahə daha asandır, yoxsa daha çətin? Mən bu suala belə cavab vermək istəyərəm ki, gənc müğənniləri iki kateqoriyaya bölərəm. Gənc oxuyan bəylər, gənc oxuyan xanımlar. Bəylər üçün çox çətindir, bunu özümdən bilirəm. Çünki heç cür alınmır ki, nəsə bir uğur əldə edəsən. Amma mən buradan onu deyə bilərəm ki, xanımlar müəyyən səbəblərə görə çıxırlar efirə, maddiyyatı ödəyən şəxs olur və o efirə çıxırlar, müəyyən bir qara PR-la bir gecə məşhur olurlar. Yəni bir video çıxdı qarşıma TikTokda, həqiqətən yəni bir gecə məşhur oldu həmin o video. Bir xanım çıxır efirin birində xırdalana hirdalan deyir. Bir neçə gün sonra yenə videosu qarşıma çıxdı. Bir mahnı oxuyub yuxuma gələ yuhuma gəl deyir. Yəni bunlar məncə düzgün bir şey deyil. Elə şeylərlə gündəmə gəlmək lazım deyil, həqiqətən deyirəm. Əgər səsiniz varsa gündəmdə olacaqsınız, amma elə qara PR-larla məncə gündəmə gəlmək lazım deyil. Daha sonra Azərbaycanın müəyyən bölgələrindən var ki, səsi olan müğənnilər olur və çıxırlar efirə. Amma efinin danışıq tərzinə uyğun olmayan ifadələr işlədirlər. Məsələn, öz ləhcələrindən efirdə daha çox istifadə edirlər. Gələcəm, gedəcəm, necə deyim, başqa bir sözlərlə. Eşidirsən məni, bura müdaxilə eləyəcəm, üzr istəyirəm. Yəni, hərəmiz bir bölgədənik. Bəli, təbii ki, qatılıram. Yəni, heç kim deməsin ki, ay mən şəhərliyəm, buyam. Hər yerə canımız qurbandır. Amma gələcəm, gedəcəm, burada nə var? Bizim ləhcəmizdə də var da. Xeyr, bu mənim şəxsi fikrimdir Canan xanım. Yox, şəxsi fikrində deyirsən, yəni deyirəm ki, o ləhcəzat, yəni ehtiyac yoxdur, lazım deyil. Efirin O gedirlər rayonda yaşayırlar, 2 gündür Bakıya gəlirlər. Gələcəm, gedəcəm, yəni belə lazımdır danışmaq. Xeyr, mən onu demirəm. Biz əgər bir efirdə oluruqsa, bir müğənni efirə çıxırsa, onu bütün Azərbaycan izləyir və hər bir yerin öz ləhcəsi var. Neynəsin, keçsin ləhcəsini dəyişsin, Xeyr, yerin dansın. bu mənim şəxsi fikrimdir. Canan xanım müdaxilə elədi, amma bu mənim şəxsi fikrimdir. Yox, mən düz danışıram. Müdaxilə elədi, bilsən xətrini çox istəyirəm. Xətrin mənə əzizdir. Yox, hörmət eləmə məcburiyyətindəsən, çünki mən sənə hörmət eləyirəm. Bəli, təbii ki. Çox istəməyə bilərsən, amma hörmət eləməlisən. Mənim şəxsi fikrimdir. Keçək. Gəlin verək ki, hər kəsin öz şəxsi fikri var. Canan xanım olaraq xoşbəxtdirmi həyatda? Xanım olaraq xeyr. Xoşbəxt xanım deyiləm. Başqa tərəfdən xoşbəxtliklərim var. Mənə elə gəlir ki, mənim kimi bir çox xanımlar da xanım olaraq xoşbəxt deyillər.
Buradan da həmin xanımlara demək istəyirəm ki, əziz xanımlar, dəyərli xanımlar, hər şey kişidən ibarət deyil məncə. Xanım özü özündən də xoşbəxt olmağı bacarmalıdır. Yəni mən həmişə deyirəm ki, bir kişinin necə bir kişi olmağı onun yanındakı xanımın xoşbəxtliyindən və bədbəxtliyindən bilmək olur o kişi necə kişidir. Bir kişi məsuliyyətə, sizi daşımağa, sözünün üstündə durmağa hazır deyilsə, məncə öz həyatınızı bədbəxt eləməyin. Deyir, yarım kişidən daha çox, yarım sevgi daha pisdir. Ona görə də tək qalmaq qorxulu deyil. Hər şey zamanında gözəldir. Yanlış insanla olmaqdansa yalnız olmaq daha yaxşıdır. Show biznesdə şişirdilmiş ulduzlar varmı? Mən buna belə cavab vermək istəyirəm ki, şişirdilmiş ulduzlar var idi. Trend pulla olanda. Qəşəng. Amma bu gün artıq o yığılıb, trend yoxdur və həmin o şişirdilmiş ulduzlar da artıq yoxdur. Yəni buna siz də bir jurnalist kimi fikir versəz, pul olanda öndə olan müğənnilər bu gün heç bir efirdə deyillər. Heç bir toylarda deyillər. Yəni baxsaz səhifələrinə də görəcəksiniz. Yo, toya gedirlər. Məsəl üçün əvvəl 3000-ə gedirdilər, indi 500 manata gedirlər. Eynən. Və bir çoxsu çıxır efirdə deyir mən 3000-ə toya gedirəm, amma halbuki araşdırsan 500 manata gedirlər və 30 günün 25 gün toylardadılar. Mən belə demək istəyirəm, bu mənim şəxsi fikrimdir və qiyməti şişirdirlər. Amma o trend ləğv olandan sonra onlar da ləğv olub artıq. Məsəl üçün müğənni var ki, bir toyda 5 dənə geyim dəyişir. Çəkiliş eləyir ki, hərəsi bir toyda. Şahid olmuşam. Hə? Eynən, həqiqətən. Canan xanım, proqramların birində sizə ev hədiyyə verdilər və siz də onu götürmədiniz. Qəbul eləmədim, bəli. Maraqlıdır, sizə hədiyyə verən şəxs bizim hər kəsin, kütlənin düşündüyü şəxsdir. Sizin düşündüyünüz, başı üçün deyil. Onun özünü ev alan lazımdır, yazıq, bədbəxt kvartirant qalır. Sözün duran bəzi müğənnilərdir, yeni başlayan. Performansları ilə tanınır. Maraqlıdır, performans olması irəli getmək olmaz. Nə üçün? Mən bu suala belə cavab vermək istəyərəm ki, yəqin ki, Canan xanım da mənimlə razılaşar. Həmin o dediyiniz bəzi xanım müğənnilər üzdən, səsdən çox bədən quruluşları ilə daha belə gündəmdədirlər və bədən quruluşuna tanınırlar. Yəqin ki, razısınız bu fikrimə. Çünki mən bir çox kommentlərdə, bəli, bir çox kommentlərdə oxuyuram. Məsələn, onun üzünə baxmamış bədən quruluşunu bilirlər kimdir və çox şahidi olmuşam. Çox üzr istəyirəm, bədəb çıxsa da deyəcəm, bu əslində yaralı bir mövzudur. Buna toxunacağam, tamaşaçılar da üzrlü sayaq. Çalışacağam ki, biraz belə daha qapalı, mədəni formada deyim. Elə bil ki, arxaları ilə oxuyurlar da, belə deyək. Xaşa gedirik, tez eləyin. Hə, saat neçədir? Xaşa gedirik. 4 işləyib, vay aman. Etikdə olmaq üçün. Qalmaqal şərtdirmi? Əvvəl belə idi ki, mahnı oxuyurdun, mahnınla tanınırdın, mahnı trendə düşürdü, insanlar yəni izləyirdi, çoxluq təşkil edirdi. Bu bəzi müğənnilər var ki, bu ər davası eləyənlər, sevgili davası eləyənlər, onun bunun ərindən övlad dünyaya gətirənlər. Bunlar biraz o qədər qalmaqal, nə bilim, o qədər davadalaş, artıq insanlar kökləndilər qalmaqala. Hansı müğənni çıxır efirə öz mahnısından danışır, sənətindən danışır, səsindən danışır, maraqlı olmur. Müğənni yazıq da görür ki, qalmaqaldır dəbdə modda, keçir qalmaqala ki, tanınsın da. Bir tikə çörək qazansın, eynən, həqiqətən. Bəli, bəzi müğənnilər qalmaqalı trend elədilər, sağ olsunlar. Amma o da çox az gedir da, yəni, həqiqətən. Həyatları kimi qalmaqallar da az gedir. Deyir, özgə atına minən tez düşər. Tez düşər, bəli, qatılıram. Tanınmış simalardan sənə kimlər dəstək oldu? Elə bir yanımda oturan xanım mənə dəstək olub. Hal-hazırda yanındayam. Həqiqətən deyirəm. Xeyirli uğurlu olsun. Çox sağ olun, minnətdaram. Mən ilk sənətə gələndə Canan xanımın mahnısını oxumuşam. Gözüm yollarda ifasını. Təşəkkür edirəm. İcazəsini də vermişdi mənə. Bütün mahnılarım sənə qurbandır. Təşəkkür edirəm, minnətdaram. Hər zaman gənclərə dəstəkdir, minnətdaram. Gənc dedim, mənə qocaltdın, mən olur ki. Yox da, yenə də sənət baxımına deyirəm. Əziz izləyicilər, 15 yaşım var. Siz sənət baxımından təbii ki, mənə çox üstünsünüz, həqiqətən deyirəm. Özü burada olmasa, Mehriban Qəmbərovanın da bir çox mahnılarını ifa etmişəm. Buradan da salamlayıram. O da mənə mahnıların halallığını verib. Ona da öz təşəkkürlərimi bildirirəm. Hələ ki, mənə bu sənətdə 2 xanım müğənni dəstək olub. Hələ ki, digərlərindən görməmişəm. Bu arada üçümüz də Ağdamlıyıq. Bəli, üçümüz də Ağdamlıyıq. Ağdamlar eşq olsun.
Zanan xanım, keçmiş sevgilinizə buradan nə demək istərsiniz? Keçmişdən danışılırsa, demək ki, keçmiş keçməmişdir. Amma sual verdiniz, bu suala cavab verəcəm. Artıq maraqlı deyilsən, baxmağın da heç nəyi dəyişmir. Müğənni xanımla ailə həyatı qurarsınızmı? Bu sözün bir çox müğənnilərə belə pis getməsin, amma xeyr qurmaram. Səbəb nədir ki, qurmarsan? Bu gün sosial şəbəkədə gördüklərim bəs eləyər məncə. Yox, hamımıza aid deyil ki o. Xeyr, artıq məncə bu Nə mənim olub şəxsi da müğənni fikrimdir, amma xanımlar? mən Yox, heç müğənni zaman- xanımlar belə pis çıxmasın. Pisdirsə bu cəmaət bunları ailələrinin içinə toya niyə çağırır, aparır ki? Bu çox üzr istəyirəm. Bu pozğun kimi gördüklərin, pozğun adlandırılan müğənnilər var da, deyirlər filan kəs pozğun müğənnidir. Baxırsan ki, o pozğun müğənni hər gün toydadır. Bu toyda ana olur, bacı olur, yoldaş olur, nənə olur, düzdür? Nə bilim, qohum, əqraba, bu pozğun müğənni dedikləri niyə öz toylarını ailələrinin içinə aparırlar ki? Bu mənim şəxsi həyatımdır. Yox, sənki də gəldi ora çıxdı. Mənim Deyirsən, şəxsi fikrimdir. yox, başa deyirsən ki, Yəni, ailə həyatı gördüklərim, qurmaram. sən hələ nə görmüsən? Sən hələ sənətə təzə gəlsən də, Yəni yəni. gördüklərimə görə Niyə o deyirəm ki, qədər qurmaram. yaxşı müğənni xanımlarımız var, ailəsi olanlar məsəl üçün. İndi sabah bəlkə ailə qurdum mən, hansısa bir oğlan gəldi məni aldı. Pis oğlandı o. Ki müğənni ilə ailə Bu qurur. mənim şəxsi fikrimdir. Şəxsi həyatım olaraq Almarsan xeyr, müğənni. mən müğənni xanımla ailə həyatı qurmaram. Onda toyuna da sən müğənni çağırma. Müğənni toyda oxumaq üçün daxı. Nə olsun ki? Niyə tək müğənninin ailəsi ola bilməz? Müğənni ilə yaranıb Robert da oxusun. Xeyr, müğənninin işi toyda gəlib ifa etməkdir, düzdür? Aha. Və hər kəs istəyər ki, toyunda gəlib tanınmış bir sima oxusun. Bu mənim şəxsi həyatımsa Yox, toydan əlavə sən onu ailənin içinə dəvət xeyr, edirsən də müğənni bir saat müğənnini. gəlib ifa edib gedəcək. Amma istəyirsiniz ki, bütün məclisin boş qalacaq, xeyr, sən siz toy deyirsiniz oxuyan. ki, bir ömürlük müğənni ilə ailə həyatı qurun, ya da ki, bir saat gəlib oxuyub gedəcəksə. Yaxşı, sən özün müğənnisən. Bəli. Sabah sənə qız verməsinlər ki, sən müğənnisən. Mən bəyəm. Mən Nə xanımdan olsun söhbət ki, gedir. bəylər bu evə mənim gec şəxsi fikrimdir, gəlir, Canan bəylər xanım, müğənni xanımlarla ünsiyyətdə olur, əlaqədə olur, zənglərdə olur. Gedir toylara, o qədər xanımlar, qızlar olur, orada ifa eləyir. Başa düşmədim. Sən müğənni qız almırsan, xeyr ola kimsə sənə qızın verməlidir. Mənim şəxsi fikrimdir. Mən Yox, ailə sən həyatı şəxsi qurmaram. fikrində amma düz danışmırsan da, Canan xanım yəni. deyir ki, bəs toyuna müğənni dəvət eləməsən. Müğənninin işi gəlib toyda oxumaq deyil, Canan xanım. Müğənninin işi oxumaqdır da. Bəs necə Müğənninin qazanacaqsınız ailəsi pulları? olmalıdır. Müğənninin də yoldaşı olur. O nə deməkdir ki? Mənim şəxsi fikrimdir, şəxsi həyatımdır. Yox, sən düz danışmırsan. Sən özünə Müdaxilə edir Canan xanım. Yox, müdaxilə eləyəcəm Amma də Turan. Sən şəxsi həyatımdır bir bu. yenə deyirəm, ha, sənin xətrin əzizdir, yaşca da məndən Təşəkkür balacasan. edirəm, təbii ki. Yəni deyirəm ki, o sözü deyirsən bir də demə də. Mən yaraşdırmıram o sözü. Mənim sənə. şəxsi fikrimdir. Bu gün artıq mən müstəqil qərarlarımı verə bilirəm və şəxsi fikrimi burdan da izləyicilərə deyirəm. Yəni müğənni ilə mən ailə həyatı qurmaram. Ay qardaş, qurma elə müğənni ölür sənin çünki Ola bilər, bu mənim gəlmən. şəxsi fikrimdir. Canan xanım da bayaqdan müdaxilə Hələ edir, qoy amma görə olsun. sənə qız verən olacaq. Olacaq, bəli. Maraqlıdır, sizi canan edən ifanız hansıdır? Hə, məni canan edən ifam yalançı mahnımdır. Oxudum, heç özüm də inanmadım. Bir də baxdım ki, bütün şəhər mənim mahnımı oynayır. İndi də uşaqdan tutmuş böyüyə qədər demək olar ki, o mahnını əzbər bilirlər. Sonra oturdum öz-özümə düşündüm ki, bu qədər mahnılar ifa etmişəm, bu qədər duetlər olub, nəyə görə məhz yalançı? Baxdım ki, çox əfsuslar olsun ki, xəyanətə uğrayanlar, yalan münasibətdə olanlar, vəfasızlar, nə bilim, çox uymuş da. Bu insanlar çox uymuş, ona görə də kütlə çoxluğu təşkil elədi. Mahnımız da tutdu. Deyir, bəlkə də heç sevməmisən, bəlkə də sevmisən ancaq yalançı. Ailənizdən dəstək gördünüzmü sənət yolunda? Mən ailəmdən hər zaman dəstək görmüşəm. Sənət olsun, real həyat olsun, fərq etmir. Çünki heç zaman onları utandıracaq bir şey etməmişəm və hər zaman mənə dəstəklər. Amma belə bir şey deyə bilərəm ki, bugün bir çox qohumlarım, yaxın bildiklərim mənim oxumama qarşı çıxırlar və olmayan şeyləri ailəyə qarşı deyirlər və ailə də bunu qəbul edə bilmir. Mənə mane olurlar. Amma mən buradan o qohumlara demək istəyirəm ki, yəqin ki, Canan xanım da yeni başında bu çətinliklərlə üzləşib. Bəli. Vaxt gələcək məni toyunuza çağıracaqsınız. Amma həqiqətən gəlməyəcəm. Gəlsəm belə, gəldiyim qiymətin 3 qatına gələcəm. Bunu buradan sizə deyirəm. Vaxt gələcək mən də o yüksəklərdə olacağam. Bugün indi yolumu kəsirsiniz. Amma hamınız buradasınız yəni. Canan xanım nə deyə bilər? Qohumlar haqqında Canan xanım deyə bilər ki, qohumlarımı itirmək istəyirəm. Hər şeyin geci və tezi var. Əlbəttə. İnşallah hər kəs görəcək. Mən bunu burada deyirəm.
Qohumlara 2 qat artıq qiymətlidir də. Məndə 3 olacaq. Vəssalam. Bəli, bu qədər. İnşallah. Canan xanım, qadınların bədbəxtliyindən çox danışılır. Aha, Bütün efirlərdə, bəli. ön plandadır. Mən də çox danışmışam bu. Maraqlıdır. Bəs burada bədbəxt kişilər var. Onlara nə demək istəyərdiniz? Düzdür, bədbəxt kişilər də var. Bunu danmayacağam. Amma kişi bədbəxt olanda öz bədbəxtçiliyinin səbəbini özündə görmür. Hansısa bir qadının üstünə atır və yaxud bunu bəxtə, qismətə, talihə bağlayır. Kişilər biraz azadlıq sevirlər. Kişi olmaq xanımın üstünə qol gücü göstərmək, səs tonu qaldırmaq deyil. Mənə elə gəlir ki, kişi bir xanımın arxasında dura biləcək, sözündə düz olan, sözün arxasında duran insana kişi deyilir. Kişilərə qısa not nə deyə bilərəm? Onu deyə bilərəm ki, əziz, dəyərli bəylər, əgər özünüzü sevgi münasibətinə tam hazır hiss eləmirsinizsə, xanımların həyatına girib onları bədbəxt eləməyin. Belə deyim də, bayaq vurğuladım, bayaq dedim, indi də deyəcəm o sözü ki, yaxşı kişi yanındakı xanımdan bilinir. Canan xanımın deyilənə görə maşınının nömrəsinin qiyməti 15 mindən çoxdur. Bəli, 15 mindən çoxdur. Məbləğ açıqlamayın, yazacaqlar indi orada. Yəni, zaten bilən insanlar, başı çıxan insanlar maşın nömrəsinin qiymətlərindən bilir mənim maşımın nömrəsi neçədir. Bahadır. Canan xanım, bəxtiniz nə üçün gətirmədi? Bəxtim nə üçün gətirmədi? Bəzən ağılla hərəkət eləmirik, ürəklə hərəkət eləyirik. Bu da gətirir bizi səhv yerə çıxardır. Əfsuslar olsun ki, bəzən hər şey istədiyimiz kimi olmur. Amma mən bunu bəxtim, taleyim, qismətimdir deyib, yəni özümü zəif göstərməyəcəm. Yəqin ki, zamanı vaxtı deyilmiş. Burada biraz səbirli olmaq lazımdır ki, həmin o doğru insan gəlsin, sənin həyatına çatsın. Sənin tempində getsin, belə deyim. Bəxti gətirməyən xanımlar var. Onlara burada nə demək istəyirsiniz? Əziz və dəyərli xanımlar, özünüz özünüzə qiymət verin, özünüz öz dəyərinizi bilin, heç kimin qarşısında əzilməyin. Sırf yalnızlıq qorxusu ilə tək qalarsınız deyə yanlış insanlara hə deməyin. Səbirli olun, özünüzə qiymət verin, inanın ki, hər şey gözəl olacaq. Bəxtin tez gəlməyindənsə gec gəlib düzgün olmağı daha yaxşıdır. Bəzən yanlış gələn insanlar daha ağır zərbələr, yaralar vururlar bizə. Ona görə də xanım kişidən həmişə güclü olubdur. Mən sizə güc arzuluyuram, səbir arzuluyuram. Biz tək də gözəlik. Canan xanım, mənim özümə də maraqlıdır. Hal-hazırda show biznesə yeni daxil olan müğənnilər, yəni kişi müğənniləri. Yeni başlayan qadın müğənnilərdən daha çox qalmaqaldadılar. Yəni, bilmirəm, tanınmaq üçün belə deyirlər. Maraqlıdır, qalmaqaldan yəqin tanınmaq istəyirlər, yoxsa sənətdən, yəni göstərir. Yəqin ki, sənətləri... Bu yeni sənətə gələn, məncə, müğənnilərdən deyirsiniz. Onlar yəqin ki, tanına bilmirlər, oxuduqları mahnıların bir nəticələri olmur. Ona görə də xanımlarla qalmaqala girirlər, xanımlara söz atırlar ki, gündəmə gəlsinlər. Mənim də başıma gəlmişdi bu yaxınlarda belə bir şey. Amma məncə kişi nə səsinin, nə qolunun gücünü xanımın üzərində göstərməz. Kişi elə qolunun da gücünü, səsin də gücünü kişinin üzərində göstərər. Aylıq 500 manat gəliri olan bir bəylə ailə həyat qurarsınızmı? Allah hər kəsin ruzisini bol eləsin. Az pul qazanmaq eyib bir şey deyil. Hər kəs əziyyət çəkir. Amma mənim üçün uyğun deyildi. Xeyr, ailə qurmazdım. Çünki mənim müəyyən qədər, bəlli qədər bir məbləğ qazanıram ayda. Bəy məndən güclü olmalı deyə bilirsiniz. Mən güclü xanımam. Məndən də güclü olmalıdır o bəy. Mən bilirsiniz necədir? Yəni hər şeydə deyir sevginin gözü kör olur. Mən hər şeyi sevgiyə bağlamayacağam. Burada ağıl, məntiq də rol oynayır. Mən bir kişidən çox pul, qazanc qazandımsa
necə demək pis çıxmasın da, yəni yola gedə bilmərəm o kişi mənim yanımda güclü olmalıdır. Məndən də güclü olmalıdır. Məndən də çox qazanmalıdır ki, onun sözü keçsin. Canan xanım, maraqlıdır. Bu sənətdə nəyə etmək istəmərsiniz? Bu sənətdə deyəcəm, indi qınayacaqlar məni, yenə yazacaqlar. Bu sənətdə kiminsə həyat yoldaşından övlad dünyaya gətirmərəm. Hansısa bir müğənninin yoldaşı ilə, sevgilisi ilə bir yerdə olmaram. Necə ki, bəziləri bunu eləyir və özlərini mələk kimi göstərirlər. Heç bir qadının gözü yaşlı qoymaram. Heç bir atanın, ananın, balasının gözü ağlar qoymaram. Bir də abırsızlığı, həyasızlığı eləmərəm. Belə dilim var, dirçəyim də var. Bir deyənə 5 deyirəm. Yəni, sakit qız deyiləm. Sakit oldun, batdın bu sənətdə, getdin, itdin. Hayasıza hayasızam, sakitə sakitəm, yaxşıya yaxşıyam, unutqanı da elə bir ki, heç belə görməmişəm də elə bir. Belə bir saniyədə üstündən xət çəkirəm. Gələcəkdə ailə həyatı qurarsınızmı? Və maraqlıdır. Xəyalınızda olan bəy necə biridir? Əlbəttə ki, yəni heç vaxt deməyəcəm. İnşallah ki, sevərəmsə, ruhumu oxşayan bir bəy olarsa, niyə də ailə həyatı qurmuyum? Xəyalımda olan bəy məndən də güclü, nə bilim, sözü keçən, sözünün arxasında dura bilən xarakterli bəydir. Ağ atlı bəyi gözləyirəm də. At olmasa da olar, ağ məsəl üçün Qarenvagen ola bilər. Qarenvagenə gücü çatmasa ağ Nivada ola bilər. Münasibətinizin sonlanmasına səbəb nələr oldu? Əlbəttə bunu saxla. Saat 03:43-dür. Bilirsən də hardan gəlirəm. Bura girəndə sənə dedim ki, o suallara dəymə də. İndi düzgünlükdür bu. Bu düzgün eləyirsən bunu. Düzdür, amma bilirsiniz nədir? Bizim işimiz budur. Yox, sən kameranı bir dəqiqə saxla. Yox, dur bir dəqiqə deyən. Bu nə sualdı verirsən? Bayaqdan 15 dənə sual vermişsən, qardaş, sənə cavab vermişəm, düzdür? Bildiyimi təşəkkür edirəm. edirəm. Yox, mənə maraqlı, sənə maraqlıdır, çəkməyə qıraqda soruş, mən sənə cavab verirəm. Yox, təkcə mənim deyil, dedim axı, təkcə mənim deyil, mənə də maraqlıdır. Sizi sevən hərə öz izləyicilər həyat də geçsin, maraqlıdır. öz başını öz həyatına soxsun. Yəni hər kəsin maraqlıdır yəni. İzləyicilərə maraqlıdır, məncə belə etməyin. Bəsdirin də, belə şey olar. Niyə belə edirsiniz ki, siz? Yox, hələ oturub kameranı var. Bir o kameranı söndür də, qonaq dəvət eləmişsən, qonaq çağırmısan. Bildim, yəni sizi dəvət etmişəm, deyir, təşəkkür. mənə maraqlıdır. Maraqlıdır, çək qıraqda sənə cavab verim də. Kameranın qarşısında bu nə danışıq, danışıq. Valla bizə hörmətsizlik edirsiniz. Hörmətsizlik eləmədim. Xeyr, hörmətsizlik etmədi. Aha, düzdür. Canan xanım girəndə də sizdən xahiş etdik ki, o sualları istəmirəm. Amma siz yenə də o sualları verirsiniz. Bildim, yəni bizi izləyən izləyicilərin maraqlı olan sualları verdik. Xeyr, izləyicilər niyə şəxs həyatına maraqlanırlar ki? Mən bunu başa düşmürəm. Bizim şəxsiyyətimiz niyə ancaq bu izləyicilərin maraq dairəsindədir? Canan xanım kimlə münasibət qurub özü bilər, şəxs həyatıdır. Onun ailəsi var. Bu düzgün bir şey deyil. Düzgün bir şey deyil müğənnilərin şəxsiyyətinə toxunmaq, həqiqətən. Bildim, dediniz, amma mən... Yox, deyirsən ki, mənə maraqlıdır sənin şəxsi həyatın. Maraqlıdır, çək qıraqda sual ver, cavab verim. Gör saat neçədir? 03:48 Cəlilabaddan gəlmişəm, hörmətsizlik eləmişəm mən sizə. Həqiqətən düzgün olmadı. O kameranı saxla 5 dəqiqə. Saxlayıram. İzləyicilərə nə maraqlıdırsa mən hamısına cavab vermişəm. 15 dənə sual verdin, hamısına qardaş sənə cavab verdim. Bildim, yəni sağ olun. Gəldin axırda sağollaşanda mənə verdiyin suala bax. Mən izləyicilərin bizə verdiyi sualı mən dedim, bu qədər. Mən nə yaşamışam, nə olub, nə keçib, onu mən özüm bilərəm. Mənim şəxsi həyatım başa düşmür, açıqlama vermə məcburiyyətindəyəm. Oldu, Canan xanım. Bir dənə kəlmənizə gəlmişəm, zəngi, amma düzgün deyil, axı mən içəri, Əhməd, sən nə dedim? Dedim mənə şəxsi həyatımdan sual vermə, düzdür? Niyə versən o sualı mənə? Canın sağ olsun. Heç bir şey, Allah sizin də canınızı sağ eləsin. Dostlar, belə qaldıq, belə deyim sizə. Mən istəməzdim belə olsun, amma sizin verdiyiniz sualları mən verdim. Bu qədər.